Təcili yardım niyə gecikir? Təsəvvür eləyin, ailə üzvlərinizdən kiminsə vəziyyəti pisləşib, siz də 103-ə zəng eləmisiniz. 15 dəqiqə, 20 dəqiqə maşın yoxdur. Evdə də hamı panikadadır və soruşur ki, bu maşın harda qaldı? Təcili tibbi yardım gecikəndə bunun səbəbi təkcə tıxac deyil. Həqiqətən də bu səhiyyə iqtisadiyyatı üçün fəlakət deməkdir. Deməli 2022-ci ildə təbbin icraçı direktoru Vüqar Qurbanov tibbdə müasir keyfiyyət mərhələsi, real perspektivlər və gələcəyə baxış adlı hesabat konfransında qeyd edib ki, ölkə üzrə 907 təcili tibbi yardım maşını var və onların sayı 1487 çatdırılması planlaşdırılır. Amma çatdırılıb mı ya yox? Artıq bu haqqda mediada və təbbin öz saytında heç bir rəsmi məlumata rast gəlmədim. Bəs 2022-ci ildə göstərilən bu say 10 milyonluq əhali üçün kifayətdirmi? Gecikmənin əsas iqtisadi göstəricilərindən biri əsaslı çağırışlardır. Bizdə təxminən 11 min nəfərə bir təcili tibbi yardım maşını düşür. Bu inkişaf etmiş ölkələrlə müqayisədə kritik bir göstəricidir. Az sayda maşını da ciddi olmayan çağırışlarda itiririk. Təcili tibbi yardım sisteminə gələn zənglərin təxminən 10-15% əsassızdır. Yüksək qızdırma, yüksək təzyiq və s. Bu xəstələr poliklinikalara müraciət etməlidir. Hər əsassız çağırış həqiqi təcili vəziyyətdə olan bir xəstə üçün ən az 1 saat gecikmə deməkdir. Təcili tibbi yardımın həm insan resursları, həm də pulu boş yerə israf olunur. Bəziləri deyir ki, maşın çoxalsa problem həll olar, amma səhiyyə iqtisadiyyatı deyir ki, maşın, tibbi heyət, avadanlıqlar, ən əsası mütəxəssis, bunların hamısı paramediklər deməkdir. Paramedik həkimlə tibb bacısı arasında dayanan yüksək səviyyədə ixtisaslaşmış və tibb təlimi keçmiş bir şəxs deməkdir. Dünya inkişaf etmiş ölkələrində, məsələn Kanada, Almaniya və sair ölkələrdə təcili tibbi yardım həyat qurtaran müalicə eləyir deyə bilərik. Amma Azərbaycanda bu sadəcə xəstənin təhlükəsiz daşınması üçün istifadə olunur. Çox vaxt bu belədir. Maşın gecikəndə itirilən tək şey vaxt yox, həm də ixtisaslı yardımın olmaması. Çıxış yolu nədir? Təcili tibbi yardım maşınlarının 5-20 dəqiqə ərzində məkana çatmasını təmin etmək üçün birinci əsaslı çağırışları dayandırmaq lazımdır. Həqiqətən də vətəndaşlarımızı məncə bu məsələdə bilgiləndirməyə ehtiyac var. İkincisi isə təbib təcili tibbi yardıma sadəcə daşıyıcı kimi yox, həm də səhiyyənin ən həlledici, ilkin zənciri kimi baxmalıdır. Hər gecikmə daha bahalı müalicə üsulu deməkdir və ya da geri dönülməyən itki deməkdir. Yəni əslində təcili tibbi yardım sadəcə maşın yox, həm də sosial təhlükəsizliyin zəmanətidir. Biz pulun hara getdiyini soruşanda ilk növbətə həyati zəruri xidmətlər tələb etməliyik. Bu videonu paylaşın ki, 103-ə zəng edənlər və maşınları gecikənlər bunun iqtisadi səbəblərini bilsinlər. Bəs siz ən son nə vaxt təcili tibbi yardım çağırmısınız və nə qədər gecikib? Şərhlərdə görüşək.